Yazır ki, Ömər deyir ki, Həzrət Əlini xain hesab edir. Yox, qardaş. Siz çünki bir hissəsini oxuyursunuz cümləni. O, nəsə tapmışam, vurru, qaçırsınız belə bayraq edib. Oxu axıra kimi də, qardaş. Axıra kimi oxu da həmin rəvayəti də, qardaş. Niyə oxumursan axıra kimi? Oxu da axıra kimi. Orada Əli ibn Əbi Talibə nə deyir Ömər ibn Xattab? Ömər deyir ki, Abbasa və Əliyə. Əli ilə Abbas nə üçün gəlmişdilər? Gəlirlər ki, ey Ömər, biz Fədəş məsələsində, Fədəş bağlarının idarəçiliyində deyir, bəs ixtilafa düşmüşük, bir-birimizə yola gedə bilmirik. Abbasla Əli, yəni Əli ibn Əbi Talib əmisi Abbasla yola getmirdilər, bölə bilmirdilər işlərini. Ticarəti bölə bilmirdilər, apara bilmirdilər ticarəti. Rəvayətdə gəlir. Və gəlirlər Ömərin yanına, Ömər də xəlifə idi, deyir ki, əmir əl-müminin, bizim anamızda hakim ol. Ömər də deyir ki, vaxtı ilə mən sizə deyəndə, siz mənə xain deyirdiniz, Əbbəkirə xain deyirdiniz. Yəni, elə bilirsiniz ki, Əbbəkir sizə alladır, sizə haqqımızı vermir. Mən bunu deyəndə dediniz ki, sən də bizə alladırsan, bizə haqqımızı vermirsən. Amma indi gəlmişsiniz, mənə deyirsiniz ki, bizə mühakimə elə. Yəni, ged qalsın rəvayəti oxuyun da, qardaş. Bəli, Allah lənət eləsin, Turqut. İşi ucuzdan lənətdən başqa şey bacarmırsınız zaten. Amin ya Rab. Allah yalancı lənət eləsin. Amin. Min lənət eləsin. Milyon lənət eləsin. Ona nə düzəlir, qardaş? Sən özümü yazıq edirsən, qardaş. Vallahi özümü yazıq edirsən. Biz əlhamdülillah, biz hamısını sevirik. Bax, ümməti bölən sizsiniz. Parçalayan sizsiniz. Bax, biz Əbu Bəkiri də sevirik. Öməri də, Osmanı da, Əlini də, Həsəni də, Hüseyni də, Fatimə radiyallahu anhə də, Ümmü Gülsümü də, Fatimənin qızını da, Osmanı da, Əbu Bəkir də, Əlinin övladlarını, hamısını, bütün Əhl-i Beytdən olan sahabələri, tabinləri, ətbə-ət tabinləri, ümumiyyətlə Peyğəmbərimizin nəsli hamısını sevirik, əlhamdülillah, və hörmət edirik. Övladlarımıza onların adlarını da qoyuruq. Əlhamdülillah. Aydındır. Biz hamısını, Muaviyyəni də sevirik, bəli. Çünki Muaviyyə Peyğəmbərimizin sahabəsi idi, sevirik, bəli. Amma Yezidi sevmirik. Yezidi sevmirik, çünki Yezid sahabə deyildi. Biz, bəli, Muaviyyəni də sevirik. Çünki Allah Rəsulü onu sevib, ona hörmət edib, onun İslamını qəbul edib, ona Quran-ı Kərim yazmağa həvalə edib. Muaviyyə Peyğəmbərin katiblərindən biri idi. Vəhiy yazırdı, Allahın kəlamını yazırdı. Allahın kəlamını yazmağa etibar elədiyi bir adama mən dünyama etibar eləmərəm. Əlbəttə eləyərəm. Yalan danışma, qardaş. Peyğəmbər, Muaviyyə Peyğəmbərin katibi idi. İstəsən də, istəməsən də. Bildin? Ondan da əlavə Muaviyyə xəlifə oldu. Düzdür? Möminlərin əmiri oldu. 20 ilə yaxın hakimiyyətdə oldu. Bax, gör, nə xidmətlər elədi İslam dünyasına. Bir dənə xəritən aç qoy qabağa. Gör, İslamı haradan hara yaydı. Gör, İslam dövlətini nə qədər qüddətləndirdi. Nə qədər fətihlər elədi. İslam donanmasını təsis elədi. İlk dəfə Konstantinopola hücumu Muaviyyə təşkil elədi gəmilərlə. Yəni, bunlar hamısı böyük işlərdir. Bunlar dahi işlər, dahi adamın işləridir. Aydındır? Sadəcə olaraq siz məkirlisiniz. Siz qərəzlisiniz. Siz nifrətlə dolub sizin qəlbiniz. Ona görə qəbul edə bilmirsiniz. Aydındır? Lakin biz hamısını sevirik. Əlini də sevirik, Muaviyyəni də sevirik. Çünki İslam ümməti birləşməlidir. Sən təfriqə eləyəndə, böləndə, bir dənə əlini sevirsən, hamısını deyirsən, mürtəd olub. Burada sən nətər ümməti birləşdirərsən? Yəni, İslam dünyasının 85% əhl-i-sünnədir. Sən bütün 85% İslam dünyasını ayaqlar altına atırsan. O əqidənlə. Aydındır?